Salam, hörmətli icraçı. Zəhmət olmasa bu videonu bəyənin, daha çox şəxsin xəbər olsun. Vətəndaşlar sual verir ki, mən 500 manat əmək haqqı alıram, amma mənə 600 manat banka borcu görə yazıb məhkəmə qərarı var ki, ödəməliyəm, ödəyə bilmirəm. İcraçı da deyir ki, sən həbs edəcəm. Və yaxud sual verir ki, mən pensiya alıram 300 manat, əlamətə ödəməliyəm 400 manat. İcraçı da deyir ki, ödəmirsə həbs edirəm. Və yaxud digər borclar eyni qaydada. Və bu halda nə etmək lazımdır? Mən hüquqşünas Zaur Seyidzadə məlumat verəcəm. Əgər sizin gəliriniz, ödədiyiniz borcdan azdırsa, o halda nə etmək lazımdır? Və əgər qərarı məhkəmə niyə qəbul edib, o barədə də məlumat verəcəm. Amma hər şey aydın olması üçün video sonuna qədər baxın. Mən adətən videodan bir hissə şot bölməsində qoyuram. İnsanlar ona baxır kifayətlərindən yox. Axıra kimi girin baxın. Videonun başlığında adını qoyarım şot bölməsində. Altında da yazılan tam video YouTube'da. Girin oradan baxın, hörmətli icraçı. Deməli belə deyək də, adətən amətlə bağlı olanda və yaxud digər borclarla bağlı olanda məhkəmə niyə qərar qəbul edir ki, məsələn sizin 500 manat gəliriniz varsa, deyir borc 600 manat ödəməlidir. Ona görə hesab edir ki, qarşı tərəf məlumat verir ki, məhkəmə bunun əmək haqqından başqa gəlirləri də var. Ona görə həmin qərarı qəbul edir. Əgər həmin gəlirlər azalıbsa, o halda siz məhkəməyə müraciət edəməlisiniz. Hörmətli icraçı, nəzərə alın, necə? İndi qeyd edən siz bəyənin videonu, zəhmət olmasa. Misal üçün qeyd edirəm. Deməli, sizə məhkəmə qərar qəbul edir ki, 500 manat ödəməlisiniz. Sizin də o vaxt gəliriniz olub, məsəl üçün 700 manat. Və yaxud deyir, 400 manat amət ödəməlisiniz. Sizin gəliriniz olub, o vaxt 500 manat, sonradan pensiya çıxmırsınız. Sonradan pensiya çıxmayla bağlı və yaxud iş yeri dəyişməklə bağlı və yaxud gəlirləri azalmaqla bağlı məhkəmə iddia ərizəsi vermək lazımdır ki, təzədən mənim gəlirim azalıb və zəhmət olmasa həmin qərarı dəyişir, edin məbləğ yox, faiz yazın ki, gəlirimin neçə faizi, 30%, 50% ödəməyə hazırlanmır. Məsələn, onu qeyd etmək lazımdır mütləq qaydada. Hörmətli icraçı, nəzərə alın. Və yaxud ola bir insanda ikinci də ayırıb, ikinci ayda da uşaq dünyaya gəlib, o halda da aməliyyatın qazanılmasına bağlı verə bilərsiniz. Və yaxud dediyim kimi, işdən ümumiyyətlə çıxmırsınız. İşləmirsiniz, məşğulluq idarəsində işsiz kimi qeydiyyatdasınız, o halda da ərizə verə bilərsiniz ki, hər ayı ödəmə imkanın yoxdur. Olan kimi ödəyəcəm. Amma mütləq hansı məhkəmə qərarında rəqəm yazılırsa, rəqəmin sevim faizə. Ki, gəlirimin məsələn 30%, 50%, 70% qədər ödəməyə hazırlanır məsələn. Orada qeyd edin ki, yalnız amətdə gəlirin 70% qədər tuta bilər. Daha düzgün əmək haqqının 70% qədər. Amma gəlir